Bugün elə bil ki başqa haldayam, bugün mənə dəyməyin üzülmüşüm. Bu 11 il necə gəldi getdisə, elə bildim məktəbə gəlmişəm. Düşür yada o şirin bəhanələr, müəllimə gündəliyim evdə qalır. Dərsə girməmək sonra daha nələr, adam utanır indi yadına salır. Elə bir imkan olaydı əldəki, qaytaraydım geri məktəb illərin. Tutub əlmi mənə yazmaq öylədən, o müəllimin öpəydim əllərin. İlk dərsə gedən günü ağlamışam, anam gedib gözüm ardınca baxır. Gülürəm indi mən öz saflığıma, elə bilmişəm məni tək buraxır. O son zəng çaldı, bizi bizdən ayırıb aldı. Beləcə xatirələr qaldı boş sinif otaqlarında. Uşaqlığı bitdi, o gözəl günlərimiz getdi. Son dəfə səs-küyümüz itdi koridor bucaqlarında. Sevinçtir ne de ben anlamıram, başka bir hal verir bu görüntüler. İstəyiriksə bitərməkdə bilir, indi nə üçündür bəs bu üzüntülər. Qorxuram ki bir də biz görüşməyək, məktəb yolu ola həsrət küçəsi. Anladım böyüklər niyə ağlayır, bu imiş uşaqlığın son. Sen de değilmeyen fügarımsan, uçağına canım kurban Azerbaycan. Savaşlardan alnı açık çıkan zaman, tarihlere bağışladın neçe kurban. Her komşuda bir parçası esir kalan, torpağına canım kurban Azerbaycan. Başım üstə məğrur məğrur dalğalanan, bayrağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Torpağına canım qurban Azərbaycan. Başım üstə məğrur məğrur dalğalanan, bayrağına.
Allah şəhidlərimizə rəhmət etsin. Əziz valideynlər, müəllimlərimiz və hörmətli qonaqlarımız. Yenə son zəng çaldı. Həm sevincdir, həm kədər. Göz önündə canlanan xatirələr nə qədər. Ürəkləri titrədi, son zəngin çörək səsi. Kimə xoş gəldin deyir, kimə qanamaz. Tədbirimizi açıq elan etmək üçün sözlü məktəbimizin direktoru Yusufzadə Mərahim müəllimədir. Hər birinizi salamlayıram, əziz tədbir iştirakçıları, Qarabağ İran Təhsil Dairəsinin hörmətli nümayəndəsi Elin müəllim və Bəli Rayonlu kəndicilər nümayəndəsi Tahir müəllim, xoş gəldiniz deyilən məktəbimizdə. Eləcə də valideynlərimizi, müəllimlərimizi, şagirdlərimizi salamlayıram. Bu günlərimi bizim üçün ən əziz, ən vacib günlərdən biridir. Elə ki, bizim 11 il dərs dediyimiz, gözümüzün işığı olan şagirdlərimiz bu günlərimi məktəbi bitirirlər. Sizin hər birinizlə bağlı bizim özünə məxsus xatirəmiz vardır. Sizin hər biriniz bizim üçün əzizsiniz, olmazsınız. Və belə deyək, hər biriniz bizim yetirməlisiniz. Bu günlərimi belə deyək, biz sizin sevincinizə şərik oluruq. Həmçinin bir qədər də kədərlənirik ki, biz əziz şagirdlərimizlə ayrılırıq. İnşallah siz bugün məktəbi bitirdikdən sonra, bizlə vidalaşdıqdan sonra artıq müstəqil həyata qədəm basırsınız. Kimi universitetə gedəcək, kimi peşə məktəbinə, kollecə və yaxud əskərliyə. Bu artıq belə deyək, müstəqil həyata atılırsınız. Bu müstəqil həyatda artıq sizin öz qərarlarınız olacaqdır, özünüzə məxsus fikirləriniz olacaqdır. Və biz inanırıq ki, siz harada olsanız da bizim məktəbin adını uca tutasınız və onu şərəf və qürurla təmsil edəcəksiniz. Bizim məktəbin daima uğurları olubdur, güclü şagirdləri olubdur. Keçən ildə bizim yüksək bağlanmışlığı daxil olan şagirdlərimiz olubdur və bir ildə həmçinin bu şagirdlərimizi gözləyirik, yaxşı nəticələrimiz var və belə deyək, siz bu cığırı, bu yolu açırsınız və gələcək bizim şagirdlərimizə yol göstərirsiniz. Onlar da sizə baxıb sizin kimi olmağa çalışacaqlar. Və eləcə də bugünkü tədbirimizdə bizim qürbalarımız, birinci siniflərimiz iştirak edirlər. Onları da uğurlar arzu edirlər. Artıq onlar bir il müddətini başa vurublar, bir il müddətində məktəbimizə öyrəniblər, bizim əzizimizə çevriliblər və hamısı da bir-birinə gözəldir, hamısı da bir-birinə yaxşı oxuyurlar, bizim gələcəyimizdədir. Əziz 11-cilər, əziz 1-cilər, hər birinizə uğurlar arzu edirəm, hər birinizə valideyinizə fəxr olmağı arzu edirəm və 11-cilərimizə deyirəm ki, bizi yaddan çıxarmayın, daima gəlin, yad edin, sizin hər birinizə uğurlar arzu edirəm, hər birinizi təbrik edirəm, sizi də valideynlərinizlə, eləcə də müəllimlərimizlə. Təşəkkür edirəm. Söz verilir, dərs sistemimiz əzal verilmədir. Cip cip cücələrim, cip 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 cücələrim, mənim qəşəng cücələrim, töküyüb və cücələrim, cip cip cücələrim, cip 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 cücələrim, mənim qəşəng cücələrim, töküyüb
vaxt gələcək, bu günləri anacaqsınız. Əziz müəllimim, dediklərin doğruymuş, sətirsən. Nə olur sən o günləri bir canlı geri getir. Əziz müəllimim, dediklərin doğruymuş, sətirsən. Nə olur sən o günləri bir canlı geri getir. Əziz rəhbərlər, əziz müəllim müəllimləri və ürəyi arzularla dolu olan məmurlar, sizi təbrik edirəm, sizə uğurlar arzulayıram. Əvvəlcə sultanın özünüzdən böyük, sonra isə özünüz bizdən də böyük məzunlar. Sizə uğurlar arzulayıram. Arzu edirəm ki, sizdən ötürü saçları ağardan müəllimləri həmişə başını uca tutasınız. Getdiyiniz yolda onlar sizə fəxr eləsinlər. Müəllimlərinizin başını uca tutasınız. Sizə həm də bir dənə tövsiyəm var. Zəngi çalmağa tələsməyin. Çünki o son zəngini bir-birimizdən ayıracaq. Sizə həm sevinç, mutlu günlər arzulayıram. Arzu edirəm ki, hamınız öz arzularını çatırsınız. Özünüzün yolunuzda həmişə uğurlarını gətirsiniz. Təbrik edirəm. Çox sağ olun. Əziz müəllimim, dediklərin doğruymuş, sətirsən. Nə olursan Yaptılar her bir şey sonra oluşturduğunda bu mevsimlerin kaygısız meşrelerine son hatta olarak iyi bir sene başlıyor. Değişti yolculuğu çeşitli hayatında güvenli bir sene başlıyor. Bu hayatlarla sahipler, ruhlar, esirler, onlarla gelecekten bahsediyoruz. Her biri konuşmak, özgürlükler, her biri çok değerli, her bir ayrı bir özelliği, her bir ayrı özelliği var. Her bir olmaz. Sosyal olarak Bəzən şirin yuxularda dönüb şılda kiçik qıza sevinclə yürürəm doğma məktəb yollarında bir vaxt sənin sözlərinə gizli-gizli gülərdik biz deyəndə ki vaxt gələcək bu günləri küçük kıza Küçük
sözlerine. Gizli gizli gülerdik biz, deyəndə ki vaxt gələcək. Bu günləri bir vaxt senin sözlerine. Gizli gizli gülerdik biz, deyəndə ki vaxt gələcək. Bu günləri Elə bil ki başqa haldayam. O gün mənə dəyməyin üzülmüşəm. Bu 11 il necə gəldi getdisə elə